dinlərsən oğlum? Niyə dinlərsən oğlum? Xəstəyəm, belim ağrıyır, ağır zat götürə bilmirəm, işə də gedə bilmirəm. Çox sağ ol, çox sağ ol. Allah razı olsun. Çox sağ olun, çox sağ olun, Allah razı olsun. Çox sağ olun, Allah razı olsun. Özüm olarım. Sağ olun, minnətdar. Doğrudan paltarı yoxdur, özün durmusan. Zibil qabından tapmışam, bunu götürdüm, geyindim, dünən tapmışam. Günümüzdə biznes sadəcə alqı-satqıdan ibarət deyil. Bəzi şəxslər öz dırnaqarası bizneslərini qurublar. Dilənmə biznesi. Sadə vətəndaşların bir və ya da 2 günə qazandıqları pulu bu şəxslər bir neçə saata qazanırlar. Necə? Allah rızası üçün imkanınız çatan qədər pul verin mənə deyərək dilənirlər və onun müqabilində vətəndaşlar da yazığı gəlir. Allah rızası üçün pul verirlər həmin şəxslərə. Biz də sosial eksperiment eləmək qərarına gəldik. Əməkdaşımız Talih yarım saatlıq dilənçi olacaq. Görək, əməkdaşımız yarım saatlıq müddət ərzində nə qədər pul toplayacaq. Qardaş, salam aleyküm. Bəlkə 50 qəpiyin olar qardaş. 50 qəpiyə. 20 qəpiy, 10 qəpiy, nəyin varsa. Fərqi yox. $1 var, orijinal, sənə. Özüm ölüm deyirəm. Çox sağ ol, çox sağ ol. Çox sağ ol qardaş. Çox sağ ol, çox sağ ol. Allah razı olsun. Xanım, bəlkə qəpiyiniz olar xanım. Bəlkə qəpiyiniz olar mı? Qəpiyiniz olar bəlkə 20 qəpiy, 10 qəpiy. Çox sağ olun, çox sağ olun, çox sağ olun. Bəlkə qəpiyin olar, qəpikdən, manatdan. Allah razı olsun. Çox sağ ol qardaş, Allah razı olsun. 69. Deyəsən 73-88 olurdu da. 73. Hə, 73-88. Hə. Aha. Manatdan, qəpikdən olanınızdan Allah razı olsun. Sonra 2 manat. Çox sağ olun. Çox sağ ol qardaş. Allah razı olsun, çox sağ ol. Xanım, gücünü satandan varırsa kömək eləyərdiniz ay xanım. Xanım, varınızsa gücünü satandan qəpikdən, manatdan. Çox sağ olun, Allah sağ olsun. Çox sağ olun. Çox sağ olun, Allah razı olsun, çox sağ olun. Çox sağ olun xanım, Allah razı olsun, çox sağ olun. Çox sağ olun xanım, Allah razı olsun sizdən. Qəpikdən, quruşdan fərqi yox. Çox sağ olun, Allah razı olsun. Qəpikdən, quruşdan kömək edir. Çox sağ olun. Sağ olun. Həmin qəpikdən nə imkanınız varsa kömək eləyərdiniz. Çox sağ olun. Niyə dinlərsən oğlum? Xəstəyəm, belim ağrıyır, ağır zat götürə bilmirəm, işə də gedə bilmirəm. Çox sağ olun, Allah razı olsun. Çox sağ olun xanım, Allah razı olsun. Nəyiniz var, kömək eləyərdiniz? Varınsa Allah razı olsun, kömək eləyərdiniz, qəpikdən quruşdan. Çox sağ olun xanım. Çox sağ olun, çox sağ olun. İndi yaxınlaşıram əməkdaşımızın yanına, çünki hava soyuqdur və yarım saatdır artıq dilənir əməkdaşımız. Yəni soyuq olduğu üçün qıya bilmirəm əməkdaşımıza. Bəli. Eksperiment yekunlaşdı. Yəni, çox gözəl ürəkli insanlarımız var. Yəni, konfet istədim, əlində konfeti vardı. Getdi, ürəyi dözmədi, 3 metr qayıtdı, konfet belə verdi. Yəni, gözəl insanlarımız var, sadəcə istifadə olunurlar bəzən. Kartına da sən pul atdın. Kartıma da 2 manat gəldi, dedi ki, bəs mən alım sənə. Təbii ki, gedə bilməyəcəyim üçün dedim ki, heç olmasa kartımı at, öz kartımı verdim. Yəni, sağ olsun. 1 manatı bastı, ürəyi dözmədi, keçdi 2-ni vurdu, 2 manat atsın. Yəni, buradan əgər izləyəcəksə məni çox sağ olsunlar, yəni hamısı. Yəni, ürəklərini təmizliyi üçün. Bunlar da xeyriyyə fonduna. Bəli, bu yığılan vəsaitlər Yaşad fonduna bağışlanacaq, ianə ediləcək. Mən indi bu salafan torbanın içərisində nə qədər vəsait var, pul var bilmirəm. Bunu biz saymalıyıq. Kağız pulları sayaq öncə. 1 manat, 2 manat, $1,
Bu da təxminən 8 manat buradaydı. 1 manat 70 qəpik də burada. Deməli 9 manat 70 qəpik. Buradan biz 20 qəpik və 30 qəpik qoysaq, burada 10 manat pul var. İndi qəpikləri sayıram. 10 manat. 60 qəpik. 80 qəpik. 1 manat. 11 manat. 60 qəpik də burada. 17 manat 60 qəpik. Burada da ortalama hesablasan təxminən 40 qəpik də burada. 30 dəqiqəyə 18 manat pul toplayıb əməkdaşımız Talih. Amma bir şeyi unutmayın. Bəli, Azərbaycan xalqı mərhəmətlidir. Azərbaycan xalqı əzmkardır. Ancaq hər dilənən dilənçi deyil. Əməkdaşımızın yarım saat ərzində dilənərək topladığı 18 manat nağd, 2 manat isə kartına aldığı toplam 20 manat pul Yaşad fonduna ianə edildi.